Salam uşaqlar, xoş gördük hər birinizi. Deməli, yenə monitoringlə qarşınızdayıq. İnşallah monitoring imtahanımıza qədər bir 10-15 dənə monitoring sizlərlə işləyərik. Bu yazdığım monitoring Landau kitabının yeni nəşrindən olan monitoring 1-dir. Sadəcə mən özümdə bu 4-cü monitoringdir deyə o şəkildə monitoring 4 yazmışam. Amma bu, yenə təkrar edirəm, Landau nəşrinin kitab var, qırmızı üzlü kitab. Onun yeni nəşri əsasında hazırlanan monitoring 1-dir. Bura 1 yazım. Yazım. 1 Landau'a görə. Bax belə, sizə də rahat olsun. Birinci sualımızdan başlayaq. Deyir 45 və 55 arasında neçə dənə mürəkkəb ədəd var? Mürəkkəb ədədlər biz bilirik ki, 2 və daha çox böləni olana mürəkkəb ədəd deyilir. Deməli 46, 45-dən 55 arasındadır. 47 deyil, 47 sadə ədəddir. 48, 49, 50, 51, 52 və 54. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə sadə ədəd var. Daha doğrusu mürəkkəb ədəd var. 1500 ədədinin sadə vurğularının cəmi neçədir? Gəlin birinci 1500-ü sadə vurğulara ayıraq. 2-yə böldüyümüz zaman 750, 2-yə böldüyümüz zaman 375, 3-ə böldüyümüz zaman 125, 5-ə böləndə 25. Bu şəkildə alındı. Sadə vurğularının cəmini istəyir. 2 üstə gələk 2, üstə gələk 3, üstə gələk 5, üstə gələk 5 və üstə gələk 5. Bu elədi 22. Amma cümlədə sizə desə ki, müxtəlif sadə vurğularının cəmini tapın. O zaman 2, 3, 5-i götürə bilərsiniz bu şəkildə. Yəni cümləyə fikir vermək lazımdır. Üçüncü sualda deyir, aşağıdakı ədədlərdən neçəsinin sadə vurğuları yalnız 2, 3, 7-dir. Burada ədədlər verilib, tapmalıyıq ki, neçəsinin sadə vurğuları yalnız 2, 3, 7-dir. Ona görə 63 ədədləri yazaq, sadə vurğuları ayıraq. Göstərək ki, bu da 216. Hamısı sığışacaq. Deməli, 63-ü 3-ə böldüyümüz zaman 21, 3-ə böləndə 7, 7, 1. 42-ni 2-yə böləndə 21, bu şəkildə. 2-yə böldüyümüz zaman 42, 3, 7, 7, 1. 2-yə böləndə 105, 3-ə böləndə 35, 5-ə böləndə 7, 7, 1. 216-nı 2-yə böldüyümüz zaman 108, 2-yə böləndə 54, 2-yə 27, 3, 9, 3, 3, 1. Yalnız dediyinə görə bizə yalnız 2, 3 və 7 olanın istədiyinə, yalnız 2, 3, 7 olan 2, 3, 7, 42 ilə 84-dür. Yəni 2 dənə. 42, yalnız 2, 3, 7-dir. Sonra keçirik 4-cü misalımıza. Aşağıdakı ədədlərdən hansının sadə vurğu yalnız 2 deyil? Deyir ki, hansının sadə vurğu yalnız 2 deyil? Baxın, 8, 32, 64, 8, 32, 64 və 18. Sadə vurğuları ayıraq. 2, 4, 2, 2, 1. 2-yə böldüyümüz zaman deməli 16, 2, 8, 2, 4, 2, 2, 1. 64-ü 2-yə böləndə 32, 2-yə böləndə 16, 8, 2, 4, bu da 2 edir. 18, 2-yə böləndə 9, 3-ə böləndə 3, 3, 1. Yalnız 2 deyil, əlbəttə ki 18 variant D variantı. 5-ci sualımız. Qarşılıqlı sadə ədədlər üçün deyir, hansı ifadə yanlışdır? 5-ci sualımız. Ədədlərin ikisi də tək olmalıdır. Xeyr, ikisi də tək olmalı deyil. Məsələn, deyək ki, 2 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Amma 2 cüt ədəddir. Ona görə elə A variantı səhvdir. Əbəba 1-ə bərabərdir. Düzdür, ardıcıl ədədlər də ola bilər. Düzdür, ədədlərin ikisi də cüt ola bilməz. Doğrudur. 6-cı sualımıza keçək. A ədədi B ədədinin bölənidir. Bu A ədədi B ədədinin bölənidir. O deməkdir ki, yəni B ədədi A-ya qalıqsız bölünür. Qalıqsız bölünür.
Özüm belə yazıram ki, sizə də aydın olsun. Biz demişdik ki, əgər bir ədəd digərinə tam bölünürsə, əbobumuz onun kiçiyinə bərabərdir. Əkobumuz isə onun böyüyünə bərabərdir. İndi isə bizdə əbob AB yazıb əkob AB çıxılsın əbob AB. Yəni A ədədi B ədədinin böləni olanda. Bunu indi mən misalına sizə göstərəcəm. Deyək ki, A-la A-ya deyirəm 4, B-yə deyirəm 8. Gəlin yerinə qoyub yazaq. Əkob 4, 8. Baxırıq ki, 8 4-ə bölünür. Bizim də söhbətimiz nədir? Bax, bura B ədədi A-ya qalıqsız bölünür. Yəni 8 4-ə qalıqsız bölünür. Deməli, bu olduğu zaman əkobumuz onun bölünənə bərabərdir. Əbobumuz isə bölənə bərabərdir. Burada bölünən hansıdır? Bax, yenə də belə geniş göstərim. Bu bölünəndir, bu da böləndir. Demişdik axı, əkobumuz ən böyüyünə bərabərdir. Ona görə burada götürürük əkob, əkob da B-ni. Əbobda sizə göstərək. A, B-dir, yəni əbob 4, 8. Yenə fikir verin, 8 bölünsün 4. Bölünən, bölən. Əbobda da demişik ki, ən kiçiyi götürülür. Yəni B bölən götürülür. Ona görə bu A qeyd olunur. İndi əkob çıxılsın əbob dediyinə görə B çıxılsın A şəklində yazılır. Variant da olur B variantı. 7-ci. Deyir, bir ədədin 20 ilə əbobu 5-ə, 28 ilə əbobu 7-yə bərabərdirsə, bu ədəd aşağıdakılardan hansı ola bilməz? Gəlin indi baxaq ki, hansı ola bilməz. Bu deməkdir. 7-ci. Deyir ki, əbob hər hansı bir ədəd 20 ilə birləşəndə 5 alır. Əbob hər hansı bir ədəd 28 ilə 7 alır. İndi gəlin biz baxaq buna. Deməli, bizim əgər 5 ilə 7 verilirsə, sadə vurğuları ayıraq, lap geniş göstərim. Deməli, 5 ilə 7-dir də. Burada da 5 ilə 7 var. Deməli, mənim ədədlərim 5 ilə 7-yə bölünməlidir. 5 ilə 7-yə bölünməlidir. Bölünməli. 2-yə isə bölünməməlidir. 2-yə isə bölünməməlidir. İndi bu ədədlərdən biz baxmalıyıq. 7, 35, 245 və 105-dən hansı, məsələn, 2-yə, hansı ola bilməzi soruşur onsuz da. Elə 70 ola bilməz. Çünki 70 2-yə də bölünür, 5-ə də bölünür. Ona görə olmaz. Elə A variantı. Keçirik növbəti hissəmizə. 8-ci sual. Aşağıdakı ədədlər cütündən hansının əkobu ədədlərdən birinə bərabər deyil? Bax, hansının əkobu deyir, ədədlərdən birinə bərabər deyil. Yəni, bu nə deməkdir? Yəni, bunların ədədləri bir-birinə bölünməlidir. 24 də 12-yə bölünür, 45 15-ə bölünür. Burada 4 ilə 16 var, indi burada görsənməsə də. Bax, bu 4 ilə 16, 60-dan 18, 60 18-ə bölünmür. Ona görə C variantı götürülür. 9-cu sual. Hansı ədədlərin əkobu doğru göstərilmişdir? Yəni, belə ifadələr verib, indi gəlin biz bunun hamısını yazaq, göstərək ki, hansıdır? 24 ilə 32, 24-ü 2-yə böləndə 12, 32-nin də sadə vurğuları ayıranda. Bunun indi biz əbobunu tapmalıyıq. Ortaq vurğularımızı qeyd edək. Olur 2 vurulsun 2, vurulsun 2, 2, 2, 4, 4, 2, 8. Burama yazıb 96. Deməli, bu səhvdir. Digəri 30, 40. 5, 5, 1 sadə vurğularını götürdüyümüz zaman olur 2 vurulsun 5 bərabərdir 10-a. Doğru göstərilmişdir soruşur. Elə B bəndə. Digərini yazmağa ehtiyac yoxdur vaxt baxımından da. 10-cu sual. Görürsünüz onu buradan. Deyir ki, 41 və 87 ədədləri üçün hansı yanlışdır? Səhvi soruşur mənə. Deyir, ikisi də tək ədəddir.
Bəli, ikisi də tək ədəddir. Bu doğrudur. İkisi də sadədir. Xeyr, ikisi sadə deyil. Çünki 87 3-ə bölünür. Bərabərdir 29. İkisi də sadə deyil. Variant B variantı. 11. Əkob 120 ilə 144. Əbob 120 ilə 144 deyil. Nisbətini tapın. 120'ni sadə vurğularımıza ayıraq. Olsun 2, 60, 30, 15. Bu şəkildə 144'ü 36, bu şəkildə. Ortaqların ilə əvvəlcədən qeyd edək. Əbobumuz 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 3'dür. Əkobumuz isə 144 vurulsun 5'dir. O da bərabərdir 720 bölünsün 24'ə. O da bərabərdir 30'a. Variant olaraq da A variantı. 12-ci sual. Uzunluğu 72 olan, eni 30 cm olan 30 metr olan sahəyə kvadratlara bölünərək çiçək əkilməsi planlanır. Bütün sahəyə çiçək əkiləcəyini nəzərə alsaq, ən azı neçə çiçək əkilər? Biz burada birinci əbobu tapmalıyıq. Yəni 72 ilə 30'un əbobu. 72'ni 2'ye böldüyümüz zaman 36, 18, 30'u da böldüğümüz zaman 2, 15, 5 bu şekilde. Əbobumuz bu 2 vurulsun. Deməli 3 bərabərdir 6 elədi. Həmin biz bu 6'nı 72'ni götürüb 6'ya bölməliyik, tapmalıyıq 12. 30'u bölməliyik 6'ya, tapmalıyıq 5. Bizdən həmin sahəni soruşduğuna görə 12 vurulsun 5'ə bərabərdir 60. Ən azı, yəni 60 dənə çiçək əkmək olar. D variantı. 14-cü sual. 13 daha doğrusu. 13. Deyək ki, 24 və 32'nin əbobu neçədir? 13-cü sual. 24, 32. 24'ü 2'ye böləndə 12. 32'ni 2'ye. Bu şəkildə yazdıq. Əbobun soruşduğuna görə ortaqları qeyd edək. 2 vurulsun 2 ilə bərabərdir. Bir dənə də 2 var. 8'e. Variant D variantı. 14-cü sual. Deyək ki, əbob 25, 60 vurulsun əkob 25, 60'a. Bizim düsturumuz var. A vurulsun B bərabərdir əbob AB vurulsun əkob AB'yə. Yəni bu ifadələri biz ayrı-ayrılıqda əbob əkob kimi də tapıb yaza bilərik. Elə birbaşa 25'i 60'a da vursaq eyni cavabı almış oluruq. Variant C variantı. 15-ci sual. 15'te deyir ki, A və B ədədlərinin ortaq olmayan sadə vurğularının hasili 9'dur. Əbob AB 8 olarsa, AB hasilini tapın. Deməli bizə deyir ki, əkob A ilə B bərabərdir. Sadə vurğuların hasili 9'dur. Əbob AB-də 8 ortaq olmayan sadə vurğular deyirsə, ortaq olmayanları biz götürdüyümüz zaman, yəni sanki bunu əkob kimi nəzərdə saxlayırıq. Elə əkobu yazırıq. Alınır ki, 9 vurulsun 8 bərabərdir 72. Həmin bu sualımızda bizə sonra deyir ki, əbob AB-də 8'e bərabərdir. O zaman deyir A və B hasilini tapın. Bizim hasilimiz olur 72 vurulsun 8'e bərabərdir 576. Yəni D variantına. Digəri 16 olan hissələrimiz. Bu demək olar ki, ancaq birinci bölməyə aid olan misallardır. Əkob 45, 120'ni soruşur bizdən. 45 ilə 120'ni sadə vurğulara ayıraq. 45'i 3'ə böldüyümüz zaman 15, 3'ə böləndə 5, 5, 1, 120'ni 2'ye böləndə 60,
32'ye böləndə 15. 5 bu şəkildə. Ekop soruşduğuna görə gəl ortaqları birinci qeyd edək. Sonra hansının qeyd ən böyüyü götürülür. Kiçikdə qeyd eləmədiyimizə vurulur. Bu da edir 360. Variant B variantı. 17-ci sual. 345 ədədinin neçə dənə sadə böləni var? 345'i sadə vurğulara ayıraq. 3'e böldüyümüz zaman 115, 5'e böləndə 23, da 23 deməli 3, 5, 23. 3 dənə sadə böləni var. 18. Aşağıdakı ədədlərdən hansı sadə deyil? Burada var 43. Deməli 43 sadədir, 79 da sadədir, 17 də sadədir. 91 isə sadə deyil. Çünki 91'i 7'ye böldüyümüz zaman 13 edir. Mürəkkəb ədəddir. 19. Tuzbucaqlı formasında olan futbol sahəsinin uzunluğu, yazıram, uzunluq 4'ün kubudur. En isə 3'ün kubudur. En isə 3'ün kubuna əsasən futbol sahəsinin perimetrini və sahəsini tapın. Uzunluq 4'ün kubu 64'dür. Bu da 27'dir. Perimetrimiz 2 vurulsun A üstə gələk B'dən. 2 vurulsun 64 üstə gələk 27 bərabərdir. 2 vurulsun 91'e. O da bərabər 182'ye. Sahəmiz isə A vurulsun B'dən yola çıxaraq 64 vurulsun 27 bərabərdir 1728'e. Variant olaraq B variantı. Növbəti 20-ci sualımız. %20'də bizə deyir ki 2 üstü 4 çıxılsın 2'nin kvadratı bölünsün 3'ün kvadratı üstə 3 bərabərdir. Deməli 2 üstü 4 edir 16. 2'nin kvadratı eləyir 4. 3'ün kvadratı 9 üstə gələk 3 bərabərdir. 16'dan 4 çıxanda 12. 9'un üstünə 3 gəndə 12. 12'ni də 12'ye böldüyümüz zaman edir bir variant. A variantı. 21. 10 üstündə 4 bölünsün 5'in kubu vurulsun 2'nin kubuna bərabərdir. 10 üstündə 4 10.000 edir. Bölünsün 5'in kubu 125 vurulsun 8'dən 10.000 bölünsün 125'i 8'e vurduğumuz zaman 1000 edir. Bu 3 tane sıfırlar buradan yıxsa gedir. Qalır 10. Variant B variantı. 22. sual. 22. sualda deyir ki, Orxan Landau Nəşriyyat evinə aid kitabları, rəfləri düzərkən belə bir sıralama edir. İlk rəfə Azərbaycan dili kitablarından 5/2 qədər. Yazırıq Azərbaycan dili 5/2 qədər. Riyaziyyat ikinci rəfə isə riyaziyyat kitablarından 3/3 qədər. Riyaziyyat 3/3 qədər. Kitab düzərsə rəfdə ümumi neçə kitab olmuş olar? 5'in kvadratı deməlidir 25. 3'ün də kubu edir 27. Bunları da topladığımız zaman edir 52. Deməli 52 dənə kitab olarmış. Növbəti 23-cü sualımız. 23'də deyir. 5'in kubu üstə gələk 3'ün kvadratı vurulsun 2'nin kubu. 5'in kubu 125 edir. 3'ün kvadratı 9. 2'nin kubu da 8 bərabərdir. 125 üstə gələk 9'u 8'e vurduğumuz zaman 72. Bu dedir 197. Variant D variantı. Və sonuncu misalımız 24. Zəhra və Məryəmlə söhbət gedir. Deyir ki, Zəhra Məryəmdən 11 yaş böyükdür. Heç birini bilmirik nə qədərdir. Deyir ki, Zəhra Məryəmdən 11 yaş böyükdür. Deməli, bu şəkildədir. Əgər Zəhra 2 il sonra, Məryəmi isə 5 il əvvəl anadan olsaydı, onda Zəhra Məryəmdən neçə yaş böyük olardı? Yəni, x üstə gələk 11, çıxılsın 2, bu da çıxaq x üstə gələk 5'e. Mötərizədən azad elədiyimiz zaman olur x üstə 11 çıxılsın 2, çıxılsın x, çıxılsın 5'e. Biri müsbət, biri mənfi olduğuna görə ixtisar gedir. Qalır 11 çıxılsın 2, çıxaq 5. 11'dən 2'ni çıxdığımız zaman 9. 9'dan da 5 çıxdığı zaman 4. Deməli 4 yaş böyük olarmış. Bu şəkildə bu tapşırığımız da burada yekunlaşdı.